Cümlələr əsasında cədvəldəki doğru fikirləri müəyyən edin. Yalnız qrammatik mənası olan nitq hissəsi işlənib. Hər iki cümləyə baxırıq. Birinci cümləmizdə yalnız qrammatik mənası olan bağlayıcı var. Söhbət köməkçi nitq hissəsindən gedir, amma ikinci cümlədə köməkçi nitq hissəsinə rast gəlmədiyimiz üçün çıxırıq. Fe'li birləşmə var. İçəri girər-girməz otağın qapısı çəkilib bağlandı və qıfıllandı. İçəri girər-girməz fe'li bağlama tərkibidir. İpi yaylığa bağlayıb, ipin digər ucu dişində divara dırmaşdı. İpi yaylığa bağlayıb da fe'li bağlama tərkibidir. Deməli, iki hər ikisində var. Altından xətt çəkilmiş, məlum növdə olan fe'llər keçmiş zamandadır. Otağın qapısı qıfıllandı. Burada məchul növdədir. Qıfıl, qıfıllamaq, qıfıllanmaq. Digər cümləmizdə isə dırmaşmaq məlum növdədir. Ortaq cəhət olmadığı üçün çıxırıq. Yalnız birinə aid olsun. Məchul növdə olan üç feil var. Çəkilib, bağlanmaq və qıfıllanmaq. Hər biri bəli məchul növdədir. Amma digər cümləmizdə məchul növə rast gəlmirik. Ona görə 4-ü seçirik birinci cümləyə aid olduğu üçün. Hal şəkilçili və mənsubiyə şəkilçili isimlər işlənib. Hər ikisində bu mövcuddur. Birinci cümləmizdə otağın yiyəli yaldadır, qapısı mənsubiyyətdir. Digərində də ipin yiyəli yaldadır, ucu mənsubiyyətdir və yaxud da dişində sözündə həm mənsubiyyət, həm də hal şəkilçisi var. İki nitq hissəsinin xüsusiyyətini daşıyan söz işlənib, hər ikisində var. Girər-girməz, çəkilib, fe'li bağlamadır. Digər cümləmizdə də fe'li bağlama var və fe'li bağlama həm zərfin, həm də fe'lin xüsusiyyətini daşıdığı üçün bu fikirdə götürə bilmirik. Cavabımız 2 və 4 olur.